Niyə görə insanların bəzisi özünə inanmır, güvənmir, özünü zəif görür? Səbəb nədir? Mənə görə ən vacib səbəb, tək mənə görə yox, ümumiyyətlə tədqiqatçılar, psixoloqlar hamı belə deyir. Ən vacib səbəb, niyə görə bəzi insanlar özünə inanmır? Ona görə ki, uşaq vaxtından valideynləri, böyükləri ona inandırıblar ki, çox üzr istəyirəm ifadəmə görə, səndən adam olmaz. Bir dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə, 100 dəfə deyiblər, onun beyninə hopdurublar. Nə vaxt o qohum yanında, dost yanında, nə bilim qonaq yanında və yaxud heç kim yoxdur, valideynlərin yanında ağzını açıb nəsə deməyə ona etinasız yanaşıblar. Ona başa salıblar ki, sən o qədər də savadlı deyilsən, əhəmiyyətli deyilsən, ona qulaq asmayıblar. Və o elə qəbullanıb ki, məndə o qədər də güclü potensial yoxdur. Şimdi nə olacaq məndən? Özü də qəbul edib ki, zəifəm. Zəif, özünü zəif görən insanlarda nə deyərlər sindromu çox güclü olur.